Salam əziz dostlar, bugünkü videom xanımlarla bağlıdır. Xanımlara bir ipucu verəcəm. İpucu nədir? Əgər xanımlar özlərinin yanında olduqları bəylərə, sevgililərinə, münasibətdə olduğu şəxslərin gözündə özlərindən başqasının görmələrini istəmirlərsə, onların yanında ən zirvədə özlərinin olmasını istəyirlərsə, onlar üçün dəyərli bir varlıq olmalarını istəyirlərsə, bu şeyi unutmasınlar. Onlara hər zaman pul xərclətməyə çalışın. Əgər sizin yanınızda olan bəyə, sevgilinizə, münasibətdə olduğunuz şəxsə sizin üçün nəsə bir şeylər eləməyə şərait yaratsaz, icazə versəz və onun elədiklərindən xoşbəxt olduğunuzu və çox gözəl hisslər yaşadığınızı o insanlara hiss elətdirsəz, o insanlar hər zaman sizə o hissləri yaşadacaqlar və hər zaman da siz onlar üçün ən ideal xanım olacaqsınız. Bu sizin fiziki görünüşünüzdən asılı olmayaraq, gözəlliyinizdən asılı olmayaraq siz onlar üçün ən ideal xanım olacaqsınız. Niyə bilirsinizmi? Çünki kişilərin bir özəlliyi var. Kişilər öz kişiliklərini qəbul edən xanımlara öz egolarını tətmin edə bildikləri insanlar üçün hər zaman nəsə bir şey edirlər. Çünki kişilərin özəlliyi odur ki, kişilər öz kişiliklərini daha doğrusu öz egolarını kimin yanında tətmin edə bilirlərsə, öz kişiliklərini kimin yanında sübut edə bilirlərsə, o insanın yanında qalırlar. Əgər siz daim sevgilinizin, yoldaşınızın, münasibətdə olduğunuz şəxsin sizin yanınızda qalmasını istəyirsinizsə, sizin üçün çalışmasını istəyirsinizsə, sizə görə daim işləməsini istəyirsinizsə, onun sizə çox dəyərli olduğunu və onun etdiklərinin sizi çox xoşbəxt elədiyini ona göstərin. Və mən sizə əminliklə deyirəm ki, o insanlar hər zaman sizin xoşbəxtliyiniz üçün çalışacaqlar. Və bu bir də kişilərin motivasiya qaynağıdır. Özəlliklə ailəli xanımlar. Əgər yoldaşınızın daha motivasiyalı, daha enerjik, daha fərqli işlərdə olmasını, daha çox pul qazanmasını istəyirsinizsə, o kişilərinizin qazandıqlarından qürur duyduğunuzu, o kişilərinin sizin həyatınızda olduğundan xoşbəxt olduğunuzu, onun etdiyi hər bir kiçik centilmenliyi sizi xoşbəxt elədiyini ona göstərin. Göstərin ki, daim sizi xoşbəxt eləsin və daim xoşbəxt olasınız.